Salam, hər vaxtınız xeyirli olsun dəyərli xanımlar. Yeni bir vloguma xoş gəldiniz. Təbii ki, gördüyünüz kimi vlogumu alışverişlə açmışam, başlamışam. Yoldaşım alışveriş edib. İndi onları yerləşdirəcəm. Baxın, uşaqlar yeyib, töküblər. Bunları yerləşdirəcəm hər birini. Buranı boşaldacağım. Biber, soğan, burada nə var? Uşaqların da səsi necə aşağıdan gəlirsə, dəhşət. Pəncərə açıq qoymağımıza peşmanıq. Badımcan. Burada da pomidor var. Yəqin ikisini ayrı yerdən alıb. Neysə belə, mən bunları yerləşdireyim, sonra davam edək. Təbii ki, burada da var. Biber, göbələk, limon, qarğıdalı bizim olmazsa olmazımız. Bu ara dəhşət çox dadanmışıq. Burada da döş əti var. Bunların da hər birini yerləşdirəcəm. Gözlər, alışverişimi yerləşdirdim. Buralarda söküb tökmüşəm. İstəyirəm ki, biraz mətbəxin içini düzənləyim, sərgiyə salam. Baxın, kirlənib. Buraları aceləyəcəm indi. Sonra yerləşdirəcəm yenidən yerinə, sərgəli formada. Neçə müddət idi, dağınıq idi. Elə deyirdim, buraları təmizləyim, qalırdı. Axır bugün qollarımı çırmaladım, dedim işimin başına. Kızlar, biraz maçakaya acı töktüm. Buraları qəşəng acı ilə təmizlədim. Buralar da kirlənmişdi. O qədər tez batır ki bura. Dedim olsun tərtəmiz. Bir də ki, mən hər zaman çox vaxt acıdan istifadə edirəm. Çünki acının qoxusu gəlməyəndə elə bilirəm ki, mətbəxim təmiz deyil. Siz hansı məhsullardan istifadə edirsiniz? Belə bitirdim. İndi qəşəng buranı durulayacağım, yerləşdirəcəm yerinə.
bitirdim. Kızlar, axşama menyuda göbələk var. Göbələk pişirəcəm. Mən həmişə qabıqlarını soyuram. Burada qalıb. Ama qaynatmıram. Sadəcə qabığını soyuram, bəs edir. Ya senin tokan nerede biliyor musun? Tokan nerede? Bir də doğramayacağım belə. Elə iri-iri. Çünki balacadır. Bunları belə qızardacağım. Kızlar, kartof hazırdır. Şimdi bunu ayıracağım, göbelekler kızartacağım, sonra birleştireceğim.
Qızlar, yeməyim artıq hazırdır. Burada da qarğıdalı qoymuşam, pişsin uşaqlara. Belə. Bugünlük yeməkdən canım qurtardı. Gəl. İşlərimi bitirdim, gedirəm. Gedirəm dırnaqlarımı düzəltdirməyə, yenilənməyə. Bu oğlan da hər zaman mənimlə. Böyük oğlum evdə qaldı. Balaca da bağçada. Bir göstərdən vaxtı Oxu. Eşitmir yaxı sənin oxuduğun bizim mahnını. Bu balaca xanım yenə bizim dalımızı anladı. Hə, İrəm? Yalçıqdır. Hə. Yo, baxır. Yavaş sür. Baxır. Ona görə aparırıq evimizə. Çox yaxşısın. Kızım. Ay kızım. Gel görün bura. Gel. Çabuk. Şimdi yine gelecek sabır. Gel. Sabun. Bak oturdum ki bir adet çay içeyim. Miau. İmkan vermez. Hele buna bakın. Miau. Sen de istiyorsan. Miau. Neyse. Gelin çayımı içeyim. Bu nə də belə? Sen iyi besindir. Ona vermeyeyim. Yaxşı. Sana da vereyim. Ona da. Kızım. Sana da vereyim. Yaxşı gözlə. İşte de. Hamısını aldı gitti. İrem. Gitti. İrem. Getir bırak konfetimi. Neyse kızlar, oturdum çay içtim. Sağ olsun uşaqlar imkan vermədi. Baxın, görün nə qədər yedilər. Məndən çox yedilər. Hə. Mən bir şey verdim, bir şey istəyir. Sən hanı çorabın tayı? Bir şey istəyir. Yaş. Sən çorabın tayı hanı? Bir şey istəyir. Yox da sualına cavab Bir şey. verirəm də, yaxşı verirəm. Sən çorabın tayı hanı? Tüydə. Tüldü, harda tüldü? Tüydü də. Kim gətirdi? Tüya. Mama, istəyirəm. Get giyin. Tamam. Çok bir şey bak. Maaş. Xanımlar, bugünlük də bu qədər olsun. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Hələlik.